Pasientimizin 30 yaşı var, kişi pasientdir. Bir ildir ki, mədəsində qıcqırma, yanma şikayəti var, köp şikayəti var. Deməsinə görə əvvəllər yırtıq aşkarlanıb. Biz də qastoskopiya müayinəsi və uyğun qan analizləri təyin etdik. Həmçinin pasientimizin qaraciyər piyələnməsi də var. Helikobakter pylori infeksiyası gənc yaşlarda da, hətta uşaqlarda da sıx görülməkdədir. Mədə və 12 barmaq bağırsaq xorası gələcəkdə mədə xərçəngi, morf limfomaya qədər irəliləyə bilir. Ona görə də vaxtında köp şikayətiniz varsa, vaxtında müayinə olunun. Unutmayın ki, erkən diaqnoz həyat qurtarır. HCC Clinical Hospital, sağlamlığınızı bizə etibar edin.